Allah savadını daha da çox artırsın qadın. Allah savadını daha çox artırsın ki, mən savadlıyam deyənməyəsən. Deyəsən ki, mən savadsızam hələ də. Fikrimi yayınladım, topçu. Sağ ol canım, sağ ol. Ayrı vəziyyətiniz nətərdir? Yaxşılıqdır. Bu Fischer şahmatı gedir də bu. Bu Fischer şahmatı gedir. Maraqlı oyunlar olur. Sağ ol qadın. Sən haran qutarıbsan, Talişino? Haran bitiribsən? Yoxsa sənin bitirməyə ehtiyac yoxdur yoxsa? Axşamı xeyir Ceyhun qadın. Beynin yandı. Elə mən də beyni yandırmaqdan ötürü oynayam da bunu. Qala qurmaya bax, gözəldir. Hansı universiteti bitiribsən? Heç maraqlı bir şeydir, taktikada qaqa. Heç adam bilmir burada qalanı nətər qurursan. Yəni maraqlı bir şey. Qala qurma özüdür bəli. Bu təzə. Burada bu şey yaxşıdır ki, biraz hiylə zat istifadə edənlər yəni demək olar ki, olmur da. Çünki bu notasiyanı qurana kimi vaxt gedir. Ona görə yəni bu Fischer şahmatı maraqlıdır ki, hiylə istifadə edən çox yəni 99.9% istifadə edən olmur. Ona görə yaxşıdır bu bir yana baxanda pis deyil. Bəli, Magnus'un belə oyunları var. Həqiqdən deyirəm, burada yəni hiylə istifadə edən olmur. Çünki notasiyanı qurana kimi vaxt keçir, uduzmuş sayılır da, bildin nətər. Ona görə bu iminavoy bundan hiylə istifadə eləmək olmur. Bu ne toplarla hücum eləyəcək yəqin ki. Biraz mənim vəziyyətim biraz normal vəziyyət. Mən istəyirəm indi o qala qursun. Qala quranda şah gələcək bura eləmi, yoxsa belə hücum eləyək də mi? Belə də eləmək olar, məsələn, buna hücum üçün. Məsələn. Gəlin bir dənə də hücum eləyək. İstəyirəm bura hücum eləyim, vuraq, buradan və şahın qabağını açmayın. Qala qura bilər indi. Məsələn, qala riski qulmaq olur da. Bir dənə şahı götürsə, belə olursa, top gəlir bura, şah da burada olur. Prosto mənim hücumum var indi. Görə indi qabağını alacaq. Yəqin ki, qala quracaq.
Amma belə eləyəndən sonra qala qurma bizim hücum eləyək də bizə şans verdi. O şansı verdi bizə. O hücum şansını verdi bizə. Bundan sonra atı bura oynayacaq, yoxsa yaxşı bunu vursam vəzirlə vurur da, düzdürmü? Gəlin bunu belə oynayaq. Məsələn bunu götürə bildik də indi. Görək indi nə oynayacaq. Həm də bu piyadamızı qoruduq da atla, düzdürmü? İndi belə götürsə mən belə götürürəm. Ay sağ ol. Gəlin bunu qoyaq bura mərkəzə. O qala quranmasın da, düzdürmü? Gəlin bunu mərkəzə qoyaq. Bu belə vuracaq indi. Yoxsa atı qoyacaq ora. Hə, atı qoyacaq da. Yoxsa topu qoyacaq, hə. Neyə bilir burada? Nə bilim, düz oynadım, səhv oynadım, amma bilirəm ki, nəsə oynadıq da. Bunu da götürə bilirik. Bunu götürəndən sonra fil belə gediş var. Aynı biz buna vilk eləyə bilirik. Gəlin bir dənə vilk eləyə, səhv gediş elədi. Deməli, gəlin bunu vuraq. Vəzir qoruyur da. Topuna da hücum elədik. Hələ qala qurmuyor. Amma mən atı qoysam, yenə də quranmır da qala. İndi belə oynayandan sonra mənim bu gedişim də var. İndi topu qaçmalıdır bu. İndi bu gəlin bunu da oynayaq belə. Bu gediş yaxşı gedişdir. Belə oynasam artıq götürəcəm də o fili. Görək indi nə oynayır o. Bunu vursam vəziri düşür də, amma düzdürmü? Hə. Belə bir şah verə bilər də, eləmi? Şah versə tutaq gəldik bunu bura. Amma şah verəcəyim. Gəlin bu qoyaq bunu buraya. Sən bunu qoyaq bura. Məncə bura qoysaq yaxşıdır. Qoy vəzir qoy. Vəzirin dərdinə qalsın. Qoy görək nə yemək olar. Məsələn bunu vurandan sonra nə oynayacaq? Yaxşı, belə bir şah versən nə oynayacaq? Hə, indi bu şah verə bilir də, düzdürmü bizə? Nəsə, gəldim bunu bura. Biraz vəziyyət biraz qəlizdir. Buradan da şah verə bilirəm də, eləmi? Topu qoyur da qabağına, eləmi? Gəldik bunu bura. Yəqin ki, qoyacaq bunu bura. Düzdürmü? Hə, qoyacaq onu ora. Mən buradan şah verə bilirəm. Vəzir oradan şah versən, topu qoyacaq qabağına. Hə. Aha. Topu qoy qabağına, ikinci şahım yoxdur.
Ona görə gəlin. Bunu qoyaq bura. Bunu nə üçün qoydum bura? Buradan şah verməyim var ona görə. Oradan şah verəndən sonra məncə mat olur. Və yaxud da vəzirini götürə bilərik. Vəzir gələ bilər bura. Vəzirlə şah versək matdır, bəli. İndi gözləməlidir də oranı, topla gözləməlidir oranı. Topla oranı gözləməlidir. Amma bu nə ilə gözləyəcək onu? Vəziri qaldıracaq yuxarı. Toplu oynasa nə oynayaq? Bu xətti verməməliyik ona. Bu xətti verməməliyik ona. Bu xətti versək uduzacaq. Minavoy da buranı. O xətti ona versək uduzuruq. Ona görə o xətti ona vermək lazım deyil. Səhv oynadı. Bax görsən. Gördünüz, səhv oynadı. Nəysə, belə bir şey. Səhv oynadı. Ya topu qoymalıydı ora, ya vəziri qoymalıydı ora. Qoymadı. Və mat oldu. Təbriklər, təbriklər. Hə, bayaq turnirdə yox idi. Bəli. Keçdik növbəti oyunumuza. Beautiful 960. Beautiful, bəli. Bir an baxaq görək burada boşluq nələrimiz var. Məsələn, fili fianchetto çıxardıq. Bu mənlə təzədən oynamaq istəyir. Ta gecdir dostum. Mən bu oyuna başladım. Fili fianchetto çıxaq. Sonra nə edəyək? Sonra burada məsələn bu birisi fili də ortadan çıxmaq olar. Məsələn belə. Məsələn hə. Mərkəzdən hücum eləmək olar. Onsuz da mən qala qurmamı bu hissəyə quracam. Yəni orada figurları bir dəqiqə tez tələsik çıxıb qala qurmamı quracam. Və yaxud da bu hissəyə də qurmaq olar qala qurmanı. Prosta orada vəziri çıxmaq lazımdır. Məsələn indi buranı açsaq fillə şah verir. Gəlin fili oynayaq. Bundan şah versə vermədi. Gəl atımızı çıxdıq, düzdürmü? Sonra nə belə çıxaq, bura boşluq var. Burada rəqimin boşluqlarını tez tapmaq lazımdır dostlar. Rəqimin boşluğunu tapsan udassan. Məsələn, rəqib figurunu qabağa edir, amma bax bu dəqiqə bu liniya boşdur. Və bu gəl çıxaq onu ora, o heç nə eləyəmir aslında. İndi sonraki gedişdə atı çıxır və bunu bu qəşəngdir. Bax görürsüz, mən boşluq verdim burada. Rəqib də boşluqdan istifadə elər. Görürsüz? Nətər oldu. Amma rəqibin biz də filini götürürük də, düzdürmü? Gəl bunu vuraq. Hə, yox, bunu vuraq. Rəqimin atı qaldı orada da, düzdürmü? Nəysə, bunu vurdu. Bu atımız da çıxdıq. Belə də oynamaq olar əslində. Biz də rəqibə hücum eləyək də, düzdürmü?
Sən biz də rəqibə hücum eləyək. Şah verəcəyik prosto. Şah versə atı qoya bilirəm qabağına. Belə. Şah versə atı qoya bilirəm qabağına. Mən də topa hücum eləyəm. Burada boşluqlar çox olur. Bir dənə ona baxmaq lazımdır. Görürsüz indi gözümüzdən yayında o gedir. İndi fili gəlsə yenə də fərqi yoxdur. Fili vururam. Burada nə gediş eləyə bilər məsələn? Normal gedişlə topla topunu xilas eləyə bilər də o. Amma bunu vururam, sonra bunu vuranda amma çətin olur da mənim oradan çıxmam. Amma sonradan belə də hücum eləmək olar. Fillə şah versə bunu görsəm Serovna bunu götürürəm. Gəlin belə eləyək də. Bir dənə buna belə oynayaq. Bunu nə üçün oynadım deyəcəm. Yəni belə oynaya bilərmi bu? Oynayar niyə oynamır ki? Neyse gəldik bunun geriyə. Geriyə gələk bunu götürənmirik də, düzdürmü hələ? Deyən bunun boşluğu hardadır? Boşluğunu tapmaq lazımdır rəqibim. Vəzir düz bura baxır ya. Fikir vermək lazımdır onlara. İndi atını götürsək soldan görsən o vəziri girməkdən ötürü elədi ora. Ki vəzir ora girsin, düzdürmü? Orada Serovna atı qoruyur. Deməli. Serovna atı qoruyur, amma bu bizim bu piyadamız şeydə də udarda, düzdürmü? Deyən görünür, bunu belə mi oynayaq? Bəlkə bunu belə oynayaq. Yoxsa el oynasaq fili gələcək də, eləmi? O piyadanı nətər qoruyaq? Piyadanı nətər qoruyaq? Vəziri gələk də, yəni nə var ki burada? Vəzir gələk piyadanı qoruyaq. Görə bu fili gəlməyini gözləyirəm, o fili məncə gələcəkdir. O fili məncə gələcək və yaxud da piyadalarla görən hücuma keçə bilərəm burada. Onu da oynaya bilərəm. Yaxşı. Onu vursun qoy. Ay onu vursun. Bunu vursa atla qaytaracağım, o məlum məsələdir. Biraz bunun müdafiəni gücləndirək. Bu hissəyə müdafiəni gücləndirək dostlar, yəni çünki müdafiə şərtdir. Müdafiəni gücləndirməyimiz şərtdir. Atı belə oynaya bilərmi? Oynaya bilər. Yaxşı, atı oynasa nə olur? Atı oynasa şeydən mat eləyə bilirik. O atı onsuz da vura bilir, ya vura bilir. Niyə vura bilmir ki? Vura bilir. Yaxşı. Gəldik bura. Atı bura qoyacaq ya. Atı bura qoysa buradan mat eləyə. İndi mat eləyə bilmir. Yox, indi mat eləyənmir. İndi biz atı belə qoysaq. Deyən görək, atı bura qoysaq nə olur? Atı bura qoysaq, bu atı gəlsə bura, buradan şah verə bildik, düzdürmü?
Aldın nə var, nə yox? Yox, qoşuram bunu. Nə var sana? Nəyə vurdu? Məsələn, bununla vurmağımız məncə daha məqsəd uyğundur. Vəzirə hücum elədik bu dəqiqə hazırda. Abbasov'u 5000 beğeni yaptı. Məsələn, bunu səhv elədi bu vurmaqda. Onun ən yaxşı gedişi at D4 gedişi idi. Bir dənə vilka var, qoy görək görməsə eləyərik. Aldın, nə varsan qadın? Şükür Allah salamatçıdır, sağ olasın. Dedim fikri Yaxşı oldu. qarışdırmayayım. Bir dənə vilka var, qoy görək eləyə bilirik bunu. Görər bu yaxşı oynayır. Bu, baxaq buna baxaq şöyle. Birinci 960 oynayanda uşaqlar girirsiniz danlısına və bilik səviyyəsini öyrənirsiniz. Məsələn, Rapid 1323-dür, orta səviyyəli oyuncudur. Məsələn, onu görmə ehtimalı 65-70%. Yəni o gedişi görmə ehtimalı 60 gördü. İndi deyəndə biz indi bilsən nə edəcəyik? Yenə də atı kodlamaq lazımdır məncə. Bilsən nə etməli lazımdır? Vəzir kodlamaq lazımdır, atı yox. Nəyə görə atı kodlamaq lazımdır, vəziri kodlamaq lazımdır? Çünki bu vəzirlə şah verəcəyik. Vəziri hardan kodlayaq, söhbət ondan gedir bu indi. Amma bir dənə belə oynasaq nə olur? At mərkəzi olanda daha yaxşı olur da. Məncə atı oynayaq. Yəni biz bura oynamağımızın sən o nəyə görə onu oynamalıyım bayaqları? İstəyirəm o vəziri oradan çəksin. Ki mən A2 ilə Ağ xanıya girim. A2 ilə Ağ xanıya girim. Da bildin nə də bizim qara xanalarda onsuz da yəni üstünlüyümüz var. Fil də var. Fil də var. Bir dənə bizim zəifliyimiz Ağ xanalardır. Ağ xanalarda biraz zəifliyimiz var. Axana bir dənə o bədbəxt o D3 var. Bir dənə o da o da Allah unduna qalıb orada. Hə. İndi bilsən nə etməyə fikrim var. İndi vəzirini görək hara çəkir. Bu maraqlıdır. Bu vəziri hara çəkəcəkdir bu. Vəziri çəkmək. Məncə D5 oynayacaq bu. Bu məsələn yaxşı gedişdə idi. Bu məsələn yaxşı gedişdə idi. Niyə yaxşı gedişdə idi? O nə demək istəyir? Piyadanı basmaq istəyir. Filə hücum eləyəcək. Yox, bassın. Qoy bassın qana, qoy bassın. O bunu oynamaq istəyir. O bundan sonra bu var da, bildin nətər. İndi bir neçə gedişdə artıq biz bunu nağarmışıq. Artıq çətinə salmışıq, belə deyək. İndi artıq bayaqlar çəngəl və görsən görmədi o gedişi. Görmədi o gedişi. Gördün? Taktika. Vəzir hazır, vəzir yerdədir. Vəzir yerdədir, vəzir çatdı. Dedim də oynayanda reytinginə baxmaq lazımdır dostlar. Yəni birinci buna şah verirsən, şah çıxsın, girsin ora, bildin nətər? Sonradan atla da şahımız vardır, yəqin ki bilirsiniz. Atla şahdan sonra bunu da götürürük. Deyəm bir dənə görək bu nə oynayır. Biz şah verdik. Ona görə nə oynayacaq? Topu. Resign. Yox, resign. Heç çox fikirləşmədik. Bilsən bunu piyada ilə vursaydı, mən bunu vururdum. Mən istəyirdim şahla götürsün. Şahla götürsəydi sonra topunu vurmayacaqdım. Məsələn, gəlirdim vəzirlə birbaşa buradan girişəcəydim. Yox, vəzirlə vurma olmazdı, at qoruyurdu piyadanı. Görürəm. Nəysə, bir dənə də indi buna baxaq. Oynayanda həmişə baxmaq lazımdır. Rəqibin reytinginə baxmaq lazımdır. Məsələn, rəqibin reytingi 1700, artıq bu biraz güclü rəqibdir. Yəni səhv eləmək olmaz. Burada Fil Fianchetto daha yaxşıdır.
Fil Fianchetto daha yaxşıdır. Məsələn, burada krallarla oynayanda daha yaxşı olur dostlar. Amma krallarla oynamaq lazımdır. İndi biz buna şah versək, düzdürmü? Artıq ya topu qoymalıdır qabağına. Bax görürsüz, boşluq buydu bu rəqibdə. Rəqibin boşluğu buydu. Saf oynadı rəqib. Məndə bir dənə də şah veririk də, düzdürmü? Və bir piyada verdi. Bax görürsüz, topu qoydu. Məcburi qoydu ha onu. Məcburi qoydu. Yəni o gedişi görməmişdi rəqib. Boşluğu tutmaq lazımdır burada. Boşluğu tutmayanda uduzursan. İndi biz bunu çıxırıq. Bunu çıxmaqda səbəb nədir? Buradan da şah var. İndi biz vəzirimizin qabağını açırıq. Artıq tutmuşuq rəqibi. Tələsməyin. Artıq rəqibi tutmuşuq. Tema şəklində tutmuşuq rəqibi. Bax görürsüz, bir dənə də şah. Artıq rəqibi tutmuşuq. Və burada pis tutuq da. Abratka. Abratını gözəl şəkildə dala nəşiz. Dalinio Banderas. Dala təcili sürətdə dala qaçaq. Burada İtokda yəni rəqibdən yenə də götürdük də, top götürdük. Rəqibin də qala qurmasını pozduq. Dalinio Banderas da. Burada maraqlı odur ki, bax incə nöqtəni tapmaq lazımdır və mən sizə bir dənə şey deyim ki, eşsəm, yəni bu oyunda ümumiyyətlə belə oyunda nəyə deyirəm sizə? Cinahlardan oynayın. Birinci cinahlardan, bunu da səhv oynayın. Cinahlardan oynamaq lazımdır dostlar. Bir dənə qara filini onu götürək. Cinahlarla oynayanda udursan. Cinahla oynamaq lazımdır. Və görsən müdafiə eləyir onu. Bilir ki, o müdafiə olunması fiqurdur. İndi bunu belə oynayaq. Cinahlardan birinci oynamaq lazımdır. Cinahlarla oynayanda o da bizim bu atımıza deyəsən dübənin yoxdur. Yo, haşaltı oynaya biliyor. Den. Gözlə. Boşda deyib bu at, tələsmə. Gəbun qaydaq geri, vura bilmir bunu. O vursa biz vurarıq, eşsəm, gətirirsən, ata hücum eləyirsən buradan da. İndi ona elə oynadın, düzdürmü? Biz atımızı çıxaq. Onun qara fili əsasdır. Çünki bizim bu dəqiqə ehtiyacımız olan qara xanalardır. Gəldi buratını geri. Biz təzədən gəldik bunu bura. Məncə yox. Çünki atla fillə vurur. Şah da verir. Piyadanı bir xod qabağa basaq. Yox, şah versin də, piyadanı qabağa versəm nə olur? Belə oynayaq deyirsən. Bir dənə onu qabağa. Belə oynamaq yaxşıdır, qaqa, belə yaxşıdır bax. Bu yaxşıdır, bu yaxşı gedir. Bir də mərkəzi açmaq istəyirəm mən. Vurdum. Filləri də səhv elədi. Atla vuraq onu, atla vuraq. Bəli, atla vuraq onu, səhv elədi. Onu əvvəlcə atla gəlməli idi, ondan sonra. İndi tələsmə, vəzirlə də gəldi. İndi burada tələsmək lazımdır. Məsələn, mən burada vəzirləri dəyişsəm, Zico Google takip etti. məncə yaxşı olar. Məncə vəzir dəyişmək yaxşı şeydir. Vəzir dəyişsən məsələn. Bu gözəl gedişiydi bax. Yaxşı gedişiydi. El Bu Nuriye'ye ekskluzif takip gedişiydi. etti. Bu heç gözləmirdik qadınım. Sən də görmürdün deyən. Yo, mən görmürdüm onu. Yo, vurub şah verir deyən. Orada vəzir qaçırmaq lazım. Orada ancaq vəzir qaçmaq lazım. Atına hücum eləyək də biz də nə qaraq. Tələsmə qadınım. Səhv eləmişik. Bizi dəqiqə gözlə görək nə qara bildik. O səhv eləyək, fiquru verdik. Yo, fiqur verməmişdik. Atın vurmaq, fiqur götdü də bizdən, səhv elədik də. Yo, atı götürəndə biz də atı götürürdük. Adam vəzirə çıxır deyə o. Çəkib şah verib, ha? Tələsmə qoy görək, səhvimiz indi vəzir çəkməlidir, qoy vəzir çəksin, sonra baxarıq vəziyyətə qədərəm, tələsmə. Bu vəzir çox qaçanmayacaq. Bir dənə də vəzirə hücum. Qalamızı qıraq. Yox, qala qurmaq lazımdır, nə vəzirə hücum, vəzirə hücum qutardır.
Dedim mən də bu gün içməmişəm. Fiqurların yeri səhv görürəm. Bu nə tər şeydir? Oyun belədir. Belə işte. oynasaq nə olar? O atını götürəcəyik biz, prosta vaxtı var bunun. Bunu belə oynasaq atı gedir deyəsən. Yaxşı tutmuşduq. Vəziri bir dənə düzüm eləməliydik. Tutacağıq, tələsmə hələ. Bu dən prosta bir dənə atın şeydi. Sən o gedişi prosta görmədin də, gözəl şəkildə. Hə, onu görmədim o vəziri. Mən. Hə, nəysə, bir dənə belə hücum eləyək. Onun topun atın götürək. Hə, atın götürək, sonra daş baxaq görək. Aha. Sən öyle aldın. Yani oynuyor da bu adam oynuyor qardaş, konkret oynuyor. Gəl bunu oynayaq. Şah verir də çəkək bunu geri. İndi belə güclər bərabərədir. Bizdə 2 topdur. Onda da 2 yüngül fiqurdur. Belə deyək ki, yəni geriliyimiz yoxdur. O piyadanı vursa fillə vəziri tuta bilir. Onu çıxartmaq lazımdır şahı cənabdan. Hansı piyadan vursan? Piyadanı atla vursa, G5'dəki piyadanı. Fillə çarpazdan vəziri tuta bilir. Abu takip etti. Oo. Onda çəkək də. Təcili Rehmen sürətli Şukurov çəkilməz. takip Ya vəzir etti. yaşa. Bu fillə vurur. A. Kadir Yıldız takip etti. İndi burada Reşat fikirləşmək takip lazımdır etti. ki, Peki vəzirləri dəyişməyi təklif eləyərək yenə şah versə, Vəzirləri dəyişməyi təklif eləsək, A. yox piyadanı Takip götürəcək, etti. dəyişməyəcək. Şaha qaçaq. mütləq. Topu hücum eləyib bu Miri dəqiqə. takip etti. Fillə topu hücum eləyib. Heç nə. Görürsən də bu gedişlər konkret. Haldın oynuyordum da qadın. Özüm oynuyordum. Qadın beləcə saçqı. Dağdan dərədən danış qadın. Dağdan dərədən danış sən. Nətərdir, ahvalın nətərdir, canın başın nətərdir. Ümumiyyətlə həyat sıxmır ki səni. Bir dənə onlardan danış. Sən neyinsən qadınım? Lazımdır. Həyatdan danış. Çətin epizod deyil qadınım. Üstün idik qadınım. Prosto biraz diqqətli olmaq lazımdır. Bəli. Sən şeydən danış. Məsələn, sinoptiklərdən danış. sinoptiklər nə deyir? Hava şəraiti nətər olacaq? Sən bir dənə onlardan danış. Sən neyinsən qadınım? Birinci səfərdə görsən 960. Həydə bu it kimi əlcəmdir qadınım. Dirəşi versən öyle buna başa. Murat takip etti. Sən öyle dirəşi ver. Bu xətti verməyə yaxşı oldu bizə. Prosto tutmaq lazımdır xətti. Asta-asta şahımızı qaldıraq yuxarı. Şahlayıraq 2 dənə. Topla şah, sonra vəzirlə şah verir. Olsun, topla şah, vəzirlə şah versə piyadanın qabağa verəcək. Məlum məsələdir, tələsmə, qoy versin. Mən də elə onu istəyirəm ki, o versin, amma vermədi. Bunu istəyir də, eləmə. Neyse, gəldik buna, buradan. Kriptex çözüləcəkdir indi bu dəqiqə.
Kripteksinio Banderas. Şah B7 qorumur piyadanı. B7 yaxşı gedişdi. Amma bəlkə bunu oynayaq da. B7-dənsə də bu yaxşıdır. Çünki buradan vəziri girəcək bura. Böyle olsa buradan vilka verir. Görəyələn. Sağ ol. Görsən görə gəldi. Şərəfsizcəsinə gəldi. İndi dayan bizi dəqiqə gözləyək. Deməli onu vursa B7-yə gəlsək vəzirlə oradan şah verir. Bir dənə belə oynayaq. Yox. İndi gəldik bura, düzdürmü? Xırda bunu xəttdən çıxartmaq lazımdır. Bu xəttə salmaq lazımdır. Onu qara xanalar, bu şaha baxan xanalarından çıxartmaq lazımdır. Asta-asta. Tələs. Belə oynaya bilər indi. Bunun ən yaxşı gedişi budur. Görək o gedişi tapacaq. Elə oynasa vəziri dəyişsək. Məsələmək olar vəziri dəyişsək. Dübənini Banderas. Vəzir dəyişsə uduzuruq. Vəzir dəyişsə uduzuruq. Vəzir dəyişsə uduzuruq dostum. İndi Getdi o piyada. Piyada getdi. Piyada getməyinə getdi. Gəldik bunu bura. Dübənini Banderas. Atla vursa mat istəyir. Atla vursa mat istəyir, bəli. Atla vursa hardan mat? O A7-dən mat deyil, ancaq çıxacaq da piyadalar nazarına gələcək, mat eləyəcək. Görürsənmi idmanı, şir elədi toplanı. Bu da yüngülü var. Yaxşı oynadı. Peki biz gedək vəzirlə topu hücum eləyək. Xod eləyək. Demələn, çaşdıraq da bunu. Belə oynayaq da, topa belə kulturnu. Belə oynayaq da, kulturnu hücumda, kulturnu. D2-dən getməyimiz yaxşı olardı, görə neyiniz? Belə də işini eləyənmir ya, uşaq da verənmir, yat orada. Deyən görək. Kultur da, kulturunu bir dənə bunu yüngül basaq geçsin. Amma yüngül bassaq bu da buradan basacaq. Basməmmədi production təqdim edir. Onu atla vuracaq. İndidən biz şah, ancaq onu edə bilmirik. Tələsmə. Bura qoymaq istəyirdim. Mən onu ne verdim? Ay haldın qadınım. Oralarda hava nətərdir, sağ qurban olur. Bir dənə sən havalardan zaten danışıq qadınım. Neyini sən nağaraq neyini? Sən lazım deyil. Havadan sudan. Yağışdan danış. Sinoptiklər nədir? Sən ondan denən. Neyini sən, ney qadınım? Sən bu kimi şeylərə ehtiyac yoxdur. Lazımdır. Çox da görürsən Sabirabaddan anar deyir ki, çox istidir hava. Bəli. İsti olmalıdır. Anar qadınım, yaydı qadınım. Nə sərinlik axtarırdın? Hə. Ya ye kaka zambo ya ye. Gözəl şəkildir. Bu nədir qala qurmadı? Fillər qala. İndiresini. Fillərə bax, biri başa şad. Biri başa şad cənahına baxır fillər. Deyim ki, biləsən. Ağ fillə vəzirin çəmləmək olar. Talasmı da çəmləyəcək indi qadın. Sən çəmləmə işinə qarışma qadın. Neyinsən ki? Özün çəmləyəcəm bu dəqiqə o işi qadın. Neyinsən? Xəfdən eləyəcək. Özüm məşğul olacağım ondan qadın. O filləri zadı yatır, fikir versin. O figurları yatır. Neyə? Basaq geçsin bunu. Soldan bas geçsin. Nə bas geçsin? Dayan.
Ha, so geldik bilmirəm bura. Ha, danger. Filini götür. Bir dənə bunu belə oynayaq. Eşsən o fil oradan pis bağırır, ona görə deyirəm. İndi bunu da Vəziri düşürdü də xəfləyəcək ki, filmlə üzüm eləsəydik. Filmlə vəziri üzüm eləsəydik düşürdü. Tələsmə. Eləyirik də bunu. Bu da sağ vəzir. Dübənliyini anlayır. Türkiyədən salam qadın, necəsən? Bu xoşuma gəldi bu. Bu xoşuma gəldi. Всё, dübəni niyə bandeyras? Bu da belə kapitilla. Bəli. Çox asa gördün, qaldın qadın. Bax dinmədin. Lazım olan yerdə sözünü dedin, rizan verdin, söz. Gördün Akif qadın. Bax bayaqdan görsən neçə gediş. Saz bax 9 gedişdə sakit. Bax belə olmaq lazımdır. 9 gediş, 10 gediş sakit durursan, lazım olan məqamda lazım olan knopkanı basmaq lazımdır. 100%. Bilirsən nə tə bu snayper də elə bildin. Biri var, eşsən mən binokli açan kimi güllə atsan, bir də var ki, gözləyirsən. O dayanıb ki, o bizon içən momentində var ya, o PUBG-də. Bizon içən momentində Hüseyin Mehmedov takip etti. laxlıysan deyir. Bəli. Və gördün. Və tək atdı. Və görürsən, всё, getdi bundan. Bu bir dənə tək atış. Tək atışla məsələni həll. Headshot getdi. Mecdi Proçin deyən görək bu nədir? Bu İsraildəndir. Deməli biz bayaqları nə etmişdik? Onun boşluğunu tapmışdı. Burada yenə deyirəm dostlar, cinahlardan açmaq lazımdır. Oyunu cinahlardan açmaq lazımdır. Bax görürsüz. Bax görsən rəqib də həmin gediş eləyir. Rəqib də tutubdur. Deməli, gəlin bir dənə sastayaniyasına baxaq görək nədən əldə ölür. Oyunu nə bu standart şahmat deyil. Bu sizin şahmat fikrinizi inkişaf elətdirəcəkdir. Ona görə də oynayın, bu şahmatı oynayın. Sən atı da çıxırıq bura. İndi bir dənə riskimiz bu vəziri buradan çəkməkdir. İndi bu da bir dənə çaşar buradan. Burada çaşmaq lazım deyil. Çaşdın eşşəyin ölür. Ona görə çaşmaq lazım deyil. Burada yəni diqqətli oynamaq lazımdır. İndi məsələn atı gəlsən bura. Bu atı var da. Düzdürmü? Bu vaxt çıxılmalı deyiləcək bu yana. Bir dənə belə sağ. Bir dənə belə, bir dənə bu vursun. Bunu vuranda mən topun qabağını açacağım da bu xəttdə, bildin nə tər? Məsələn, bu yaxşıdır. İndi buradan açsaq, oradan açsaq, söhbət ondan gedir. Gəl buradan açsaq, topun qabağını buradan açsaq. İndi yaxşı, onu oynadın dostum. İndi məsələ bundan ibarətdir ki, biz bunu vursaq, o nə ilə vurur? Fillə. Filmlə vurur. Bəs biz dən görməyək. Bir gəlsək nə olur? Bir dənə gözləyək. Burada top qurbanı var ya deyəsən. Görən nə var görən? Onun daşları çox passivdir. Çok düzgün çıxmadı da o. Düzgün çıxmadı. Burada daşların aktivliyi əsas vacib elementdir. Nə deməkdir? Burada məsələ nədən ibarətdir? Burada bu sizə bu şahmat sizə nəyə öyrədir? Bu 960 teoriyadan çıxmağı. Bu məncə səhv gedişdir. Biz bunu vursaq nə oynayır bu? Məncə bunu yaxşı oynamadı. 100%. Niyə görə? Çünki bizim belə bir hücumumuz var indi buna. Aktiv hücum yəni. Aktiv hücum. Plus da indi filimizi də çıxacaq. Bildin nə tərə? Bu amma figurlarını çıxamıyor belə. Məsələ ondan ibarətdir. İndi görək nə olur bu? Vəzir D5 oynamaq lazımdır. Vəzir D5 yox. Bu dəqiqə bizim növbəti gedişimiz fil oynamaqdır. Ağ fil. Ağ fildən sonra ağ fildir. Ağ fili gəlsən bura qaqa. Sən. Bax buradan şah topu qoydu qabağına, düzdürmü? Bir dənə də buradan şah topu qaytardı fillə bağlama. Tələs. Yox, fillə şah versə topu elə birbaşa. Fillə şah versə yoxsa topu, fillə şah verəcəm, topu qoysun qabağına da. Mən istəyirəm o topu qoysun qabağına. Sonra mənim buradan vəzirlə şahım var, bildin nə tər? Bax burada diqqətli olmaq. Ona görə bu şeylərə fikir vermək lazımdır. Bu boşluqlara fikir vermək lazımdır. Bu
Bu şahmat sizə nəyə öyrədir? Boşluqları tapmağı. Atı gəldi ki, mən onu eləməm, amma onu lanqıldatdım da, mən gedir o. Lanqıldadı, niyə banlayırıq? Məsələn, gəldik buradan bir dənə şah verək. Çünki şah gəlir bura, düzdürmü? Amma mənim buradan da şahım var da, o bilmir. Amma yəqin fərqində deyil də bu. Fərqində niyə banlayırıq? İndi topu qoyub qabağına mat olsun dostum. Məni çox incitmə ginən. Yox, amma bura gəlirlərmi? Ay, sənə də hoşam. Bir dənə gedişi var. Vəzirlə şah versə yenə qayıdır ora, sarılmaq yox. Dən bunu qurban versə, nə ilə vurur onu? Dən görüm. Bu pedalarını bir götürək də, ortalıqdadır. Məncə yox. Qalır. Mat oynamaq lazım. Yox, mat yox da Qaraxananı qoruyanmırıq. Qaraxanaya girişənmirik axı, nətər mat eləyir. Piyadalarla geçseydik, onsuz da vəzir qoymurlar. Mən istəyirəm ki, bilsən neynəsən, topu gəlsin burada, çaşsın, topu bura gəlsin də qaqa. Mən onu çaşdırmaq istəyirəm. Onda. Hayır, görsən, çaşdı. Başda elə bir şeydir. Görsən, çaşdı. Elə mən də onu istəyirdim də, bunu çaşdırım da qadam, çaşdı. Bu oyunda nə almaq lazımdır? Onun rəqibi çaşdırmaq lazımdır da, dostum. Birbaşa şah. Rəqibi çaşdırırsan da burada. İndi bundan vursan, atla vursun. Atla vuranda da eşsən. Ay sağ ol, dəyindi. Bizi də gözləyir. Dostum Qunduz səhv oynadı da, bu mat oldu ki. Bir dənə bura gəlir, burada da toplanmaq. Toplanmaq olur orada. Səhv oynadı da, dostum. Gözəl şəkildə. O şahı sadə. Bilsən nədir? Növbədə məsələ ondan ibarətdir ki, biz bu şahmatın da özəlliyi odur ki, Haldun qaqa, zarafat eləmirəm. Rəqibin boşluğunu tutursan, bildin nətər? 100%. Rəqibin boşluğunu tutmaq lazım. Biz rəqibin boşluğunu tapdıq da orada, bildin nətər? Burada test tapmaq lazım. Məsələn, o birisi şahmat teoriya ilə oynanılır, bu boşluq tapmaqla oynanılır, bildin nətər? Əli, nə var sən Əli qadın? Nə var, nə yox? Sayçıdasınız. Ay, nə yaxşı oyaqsan bu vaxt. Hə. Biraz işim çıxdı hələ ona görə qadınım. Sabah inşallah şey eləyərik. Bəli, şahmat belə düzülmür. Şahmatın düzülüş forması var. Bizdə hər dəfə fərqli cür verir düzülüşə. Deyim 960 dənə şehid dənə qanarım. 960 dənə. Bir dənə bundan desk mat istəyəcəm. Görüm nəyə nə var. Görürəm. 798-də ola bilir ki, görmür. Bir də görsən görmür. Sən gələk bunu bura görək nə oynayacaq. Desk mat istəyir. Bu desk matdır da. Görür o gedişi görür. Fikirləşsə desən görmür. Yəni görmür ha. Bu qədər fikirləşsə deməli. Bir dənə görmə qabiliyyəti varmı bunun? Görmə qabiliyyəti yoxdur. Yoxdur. Görməyə bilər. Amma gördü də. İndi deyən də o deyən belə. Deyən. Filləri xodlamaq necə? Fillər xodlamaq gec olacaq. Bunu tutmuşuqsa da tempi. Getdik, vurduq. İndi bunun bu zonası zəifdir. Bildin nətər? Ona görə bizə nə etmək lazımdır? Qara fili çıxsaq, əgər getdik, bas getsin. Onu qoyaq E4-ə bəlkə. Tələsim. E4 yaxşıdır. E4
Bura qoysaq atla vurur. Ha, orada atma. Bunu bilsə neyiniyək? Gəldik bunu bura. Film bizim şahımız hələ ki yaxşıdır. İndi bu atı çıxsam belə dayanma, bas geçsin. Dayanma zəifliyi var. Zəifliyi var. Bir dəqiqə bu mat eləyəcək, tələsmə. Aha, Qəşəng. Vəzirə hücum eləyib. gördüm. Dayan da, indi bir dəqiqə gözləyək burada. F3 bağlayır da bir dənə onu. F3 ilə bağlanmaq istəmirəm. Belə oynayacağam ki, bu filin də qabağını açsın da, düzdürmü? Ay, atımızı gərək məcbur geri oynamalıyıq da, düzdürmü? Atı geri dalan eləyəcəyiz, dalan eləyəcəyiz. Bu ne fili verdi? Vuraq. Ha, görmədik. Vuraq verib ona, ha, vuraq. Bu ne oldu yerdəki bu qış? Ha, Onlardan ağlına gəlsin, orada top var. top ağlına gəlmədi bunun, top var orada. Deyirəm də diqqətlə oynadı. Yəni diqqətsiz bu məmələ gəlmir. Bizim görürsüz də bizim bu xəttimiz gözəl xəttdir. İndi gəldik bunu bura, buradan da bura gəldik. Yaxud da bura gələndən sonra buna da hücum eləyirik. Bunun vəziri yatır burada. Vəzir qış yuxusundadır onu. Biz fiqur götürürük. Gəldik bunu bura, düzdürmü? Bura oynaya bilər, bura oynaya bilər. Burada da belə oynayırıq. Belə oynamayacağım. Yəni bunu götürək nağdır. Bunu da istəyirik də indi bir dəqiqə, düzdürmü? Gözəl şəkildə, gözəl şəkildə. İndi bu dəqiqə bunu partlada da bilər ya. Bunu partladısan bununla vurur. Bir dənə belə dumbacı, kumbacı. Görsən verir. Özü verəcək dostum, özü hər şeyi verəcək. Bax indi bunu vurandan sonra bunun vəziri düşür. Dayan görək görür mü gedişi? Vəzir boğulur. Bax bu gedişlə. İndi tələsmə, görək görür mü gedişi? Vəzir bu dəqiqə boğma mat eləyəcək, tələsmə. Vəzir boğma mat olacaq, tələsməyin dostlar. Bax topu çıxmasa vəzir boğulur. Bax gördün, gördü ki. Gördü sən o gedişi. İndi nə edirik? Ağ fillə kəsə bilərik onu. Məsəl üçün H5 oynayıb ağ fillə H5 oynayıb oradan çıxışını əngəlləmək. Bizi dəqiqə deyən. Biz atı çıxaq. Bunun deməli atı çıxaq. Hə, Atı çıxaq. Atı çıxaq. Bunu ağ filini ortadan götürək. Bunu ağ film məni narahat eləyir. Burada Bu buranı qoruyur yəni. Heç bir narahatçılıq yoxdur. At var orada. İndi mən bunu götürsəm, topla hücum eləsə bunu götürürəm. Sonra da qaytarıram bunu geri. Bildin nə? Onu topla vursa, vura bilmir, hər fil qoyulur. Sən bu sinoptiklərdən danışıq qadanam. Nətərdir? Havalar nədir qadanam? Ay aldım qadanam. Havalar sabah nə varacaq? Yağış yağacaq, nə yağacaq? Bir sən bu barədə bir məlumat ver görək. Havalardan zaten danış. Neyinsən ki onu vurur. Qurban nə var nə yox qadanam. Yaxşısan. Gecən xeyrə əliqən. Havalardan danış. Neyinsən ki? Ha, kif qadanam. Suvarma sistemi nədir? Kənd təsərrüfatında və görsən səhv oynayır. Kənd təsərrüfatında vəziyyət nə yerdədir qadanam? Sən bu onlardan danış. Nə görəksən? Neyinsən niyə qadanam? Onlar lişli şeylərdir. Məsələn bunu qoysam bura. Çorinyo. Məncə atın yeri qəşəkdir. Biz o birisi figura. Atın yeri qəşəkdir. İndi birazdan götürəcəyik atı da. İndi deyən. Atın yeri qəşəkdir. Prosto biz bunu çıxaq da. Vaxtda bunu çıxmaq. Düzdür? Hə, sinoptiklərdən danış. Neysə, niyə qadan olursan? Sən yəni çox da şey eləmək lazım deyil. Çox da dərinə getmək lazım. Çox da dərinə getmək lazım deyil qadan olmur. Bu dərinə gedəsə oyun deyil. Sağ qurban olun. Biz bunu su kimi oynayırıq. Su iniyor banderas. Akif deyən yoxdur ha. Akif buradasan. Akif, burada da Akif yox. Sabah yeyib içmək günüdür. Nə günüdür ki? Sabah 2-ci gündür haqqıdır. İş gündür. Nətər yeyib içmək gün ola bilər ki? Ha, yeyib içmək günü aslanlı indi aldı.
altı bazar fikrə, bu səhvdir, bu səhv gedişlərdir bu qədər. Deyən görüm, bunu vurduq, düzdürmü? Yoxsa bunu vuraq, çünki bunu vurmasaq, o nə var da? Topa hücum eləyir, eləmi? Amma bunu vuraq. Bunu vuraq. O bunu vursaydı, burada mat istəyə bilərdi. Ancaq biz sonraki gedişdə piyadanı qabağa verməliyik. O bura girə bilər. Amma indi bunu vurduq, düzdürmü? O hələ də bunu vura bilmir, düzdürmü? Ay sənə dovşan, nə tər çıxdı aradan. Şah hardan ara getdi? Bu nədir? Vəziyyətdən çıxdı da. İndi nə edirik? Bir dənə bu mərkəz piyadasını qoruyaq. Biz də qala qura bildik də. Biz qala qurmamışıq. Biz də qala qursaq gedir, bizim də şahımız ora gedir də qaqa. Məsələn, prosto fili çıxsaq qururuq da. Biz də bir dənə belə oynayaq. Biz də qala qura bildik. Tələsmək deyəcəm nətər. Hamısının yolu yordamı var. Qədər fili çıxırsan, qala qurursan gedir. Vəzir qalır orada. Vəzir qalır orada. Bir dənə bunu qoyduq bura. Nə oynaya bilər bu? Vəzir orada qala bilər də. İndi gəldik bura. İndi biz də bunu alladacaq da. Tələsmək. Əlvida. O nətər gəlirdi? Əlvida da, əlvida. Gördünüz biz də onu əlvida elədik. Qaqa nətər anlatdıq onu. İndi deyəm bu bizə şah versə, tələsməyək biz burada nə edək? Gördünüz nə vardı dostlar? İndi deyəm bu piyadanı qorumaq lazımdır da. Yox, ikisinə də hücum eləyib. C-yə də B-yə də hücum eləyib. İndi hansı sərfəldə onu qorumaq lazım. C-yə də B-yə də hücum eləyib. Bizə heç bir önəmli deyil. Atı qoyduq mərkəzə. Ən gözəli. Ən gözəl odur. Atı qoyduq mərkəzə. Buradan şah verə bilər. Belə. O heç nə vermir ona. Şah verə bilər. Nə verir ki ona? İndi deyəndə biz nə etməliyik qadanam? Biz ona şah verə bilirik. Yox, mənasızdır o. Deyəm, bu piyadanı götürmək istəyə bilər. Qulaq görüm, bu vəzirinə hücum etsək vurur. Vurur, filə hücum edir. Biz orada bəlkə vəzir at vilkası eləyək ki, fildən atı vurar o. Onun at təhlükəlidir. Onun at çox təhlükəlidir. Yəni, çox təhlükəlidir, düzdür. Prosto atla şah verir də, bildin nə? Atla şah verib bizim filimizi götürür. İkinci xodu yoxdur. Yox, filimizi götürür. Nətər götürə bilmir? Götürür də. Atı dəyişirik də. O da olur. Deyirəm də, mən sənə deyirəm ki, aldın qadanım. Havadan sudan danış. Sən neyinsən, niyə gediş deyib qadanım? Sən gediş demə, bax gözən gedir, rəqib görmədi onu, yaxşı görmədi onu, yoxsa dumbadıcı olacaqdıq. Yaxşı gedişi görmədi qaqa. Yaxşı gedişi görmədi, yoxsa lomlayırdı bizi canımcı. Yoxsa rəqib bizi lomlayacaqdı. Neyinsən qadanım, havadan sudan danış, sən vəziyyət, fili görmədi sən. Dənə fili görmədi, qaytaraq gəldi. Və sənə xeyla qavağa düşdü ya. Gətirək dalayıq, görmədi ya sən o gedişi. Bu da lomdur, dən görək. Buradan dedi birdən şahsat verirəm, ona görə oynamadı ya. O piyada hücum elədiyimizi fikirləşdi o. Tələsməyib, səhv oynadı bu. İndi toplar rahat çıxa bilərik. İndi yox, o vəziri çıxaq, sonra top çıxarıq. Oydan ötə görmədi o gedişə. Yaxşı da görmədi da nəyimizə görə. Kimimiz var ki bizim Moskvada. İndi mən atı qurban vermək istəyirəm. Bizə nə formada qurban verəcəm? Vəziri gələcəm J4-ə və atla şahımız var da bizim, düzdürmü? Qurban deyir ki, vura bilmir. Atı vura bilmir. Qurban kimi hesab eləyək də onu. Qurbanov kimi də. Bu elə gedirik. Başını salı başına gedir ortaya. Getsin, nə qədərəm. Qoy getsin. Dəli danalar kimi də. Bu səhv oynadı da. Geri qayıtdıq. Mat istəmək olar deyə geri qayıdıq. Bir dənə belə oynayaq. Görək nə oynayır. Mat istəyirik də.
Geri qayıtsa bunu da vuracaq. Ha görsən görmür o gediş. Ha bu gedir. Lominio Banderas. Ya bu gediri hara getsən dostum? Hə xeyirdi mi qaqa? Bunu da lomladı. Orada bilmirəm. Hə deyənim onu lomladıq getdi qaqa. Tələsmə. Atlında şahımız var burada. Tələsmə. Bu gedir öz-özünə gedir. Bilmirsən hara gedir. Topuna indi hücum eləmiş. Bu girən nə var? Bu Mən də şah eləmək verib vəzirləri. Ha. Tələsmə. Bir dənə Atla bir dənə şah. vəzirinə hücum elə. Yox qaqa, nə edirəm? Vəzirinə hücum eləyir. Görək hələ nə olur bu. Atla Çünki şah. vəzirə hücum eləyəndən sonra buradan mat. Yox, mat olmur. Gəlir bura. Hər şeyi hesaplamaq lazımdır. Amma buradan artıq mat getməyə yeri qalmır. Vəzir buradan artıq getməyə yeri qalmır və görürsən lomdur bax. Və buradan şah mat. Piyadanı vaxtında vurdu. Bax bayaqları haldır. Amma o görüşü görmədi. O gedişi görsəydi şüşəmiz ölmüşdü, fiqur geri düşürdük. Bax bu gedişi. Bax deyən görüm. Hardaydı? O gedişi görsəydi. Buydu mu? Bax buradan burada. atına şah verirdi qaqa. Gəlirdik bura, buradan götürürdü bunu. Bunu da götürürdü. Havuz Fiqur adalet geri. takip Fiqur etti. geri düşmürdü. Daha doğrusu biz fiqur qabaqdaydıq. Gəlirdi bərabərləşdirirdi. Bildin nə tər? Ədalətli oyun olacaq bu. Bəli, bilmirəm indi o nədir, amma sən neynisən qadın? Sən havadan sudan danış. Sən neynisən? Sən neynisən? Zatı kilit Bax, həm haldır. var. Bax, görsən Akif qadınım. İki gedişdən bir gediş deyəndə şey eləyir də elə bil. Orada prosesorda qızma prosesorda elə zamkaniya verir. Bildin nə tər? Sən iki gediş eləmə. 10 gedişdən bir elə. Sıx özünü saxla. Sıx. 10-cu gedişdə elə bil lazım olan gedişi partlat getsin. Neyinsən ki? Akif də elədi, qadın. Akifdə bir gediş yarımdır. İki gediş yox, bir gediş yarımdır. Gediş yarım. Mənki budur bu, ancaq bu. Hə. Yəni sağ ol aldın qadın. Bax budur, bax bu. Bu göz. Bir də belə bir şey var. Bax qulaq assan. Bir dənə xanlara baxaq görək bunun vəziyyəti harda zəifliyi var. Deməli B7 xanası. Mərkəzdən gedək B7-ni açaq. Bir oyna, marağın artsın, gör nə tər olasın. Aldım. Bundan başqasını oynamayasan. Sənlə mən istəyirəm turniri bir dəfə belə bir turnir təşkil eləyim. Çünki bunda hiylə zat istifadə eləmək olmur. Nervlənmirsən, bildin nə tər. Amma o birisi turnirlərdə hiylə zat istifadə edirlər, adam nervlənir. Amma bunda hiylə istifadə eləmək olmur. Çünki burada notasiya normal notasiya deyil də, bildin nə tər. Normal notasiya deyil. Ona görə. Amma hiylə qoşmaq olmur da burada. Amma müslərdə qoşmaq olur. Çünki analiz standart şahmatla daxil, bildin nə tər, ona görə. Burada fiqurları çıxmaq lazımdır, standartla gedişlərdir bunlar. Fiqurları çıxmaq lazımdır. Və oyunu oynamaq lazımdır. Hələ ki bu variantda boşluq yox idi. Bayaqçında var idi boşluq. Qoy görək neçədir bunu? 730, 500, 997. Elə ciddi texnikası yoxdur bunun. İndi nədir? Bu nəyə gəldi bura? Bunu götürənmir, bunu götürənmir. Bu gəldi ki ora. Biz filbeyi oynayaq, topa hücum eləyək, görmədi. Görməz deyirsən? Yox, fil B3 oynasa o atla şah verəcək. Aldım. Ha, o da var, ha. Havadan sudan danış. Nətər olacaq vəziyyət? Bir sən bir olar denən qadanam. Neyinsən? Bayaq dedim axı. Yox, mən o şeyi fikirləşmişdim, həmləni. Hətta vəzirlə deyəcəydim. Prosta indi o ator oynadı, onu görmədim. Tələsmə. İndi hər iki tərəfə qala qura bilirik. Həm bu tərəfə, həm bu tərəfə. İndi məsləhətsə də hara quracağıq mənim qala qurmanı? Sola. Mənə elə gəlir ki, birbaşa sol tərəfdən qursaq yaxşıdır. Hələ interes biz birbaşa onun topuna hücum eləsək, elə bir o görəcək o gedişi. Birinci növbədə bunu nə etmək lazımdır? Qara filini ortadan götürmək lazım.
Görsə də Görsə qabağını ala qabağını bilir. alır. Niyə qabağını bilmir ki? Yəni, indi ala. H1-ə qaz. Amma indi ala bilir, bəli, fili qoyacaq. Ona görə biz nə etməliyik? Atlan, Templə. vəzir Bax, 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 Nice. budur bax. Onu deyim. Bax, 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 budur bax. Bundan vəzirə. sonra artıq biz bunu vursaq topla vuracaq və bunun bu tərəfə qala qurması pozulur. Bildin nə tər? 100 var. Bu səhv oynadı. Bax indi götürdük bunu. İndi tələsmə də, tələsmə. İndi tələsmə. İndi maraqlısı ondan ibarətdir ki, bax bu gediş çox eksklüziv gedişdir. Vəziri qoysaydıq lap yaxşı olardı, mat istəyərdik. Tələsmə, tələsmə. Sən də elə qala qur, sola qur, gidən başımız gizərlərə ceyvana qursun. Bu nədir? Bu yaxşı olmadı da, nə qadanam. Burada keçdi o tərəfə də. Mən istədim bu Belə tərəfdə qalır. qurum. Mən də elə bir beynə düşəcəyəm. Yox, bu da pis deyil əslində. Məsələn, mərkəzdən hücum eləyə bilirik rəqibə. Bəli, Mən istəyirəm açım da bura. Mən açıram da buraları açıram. Bu qala qura bilmir. Məcbur sağa qurmalıdır qalanı. Oynaya bilmir. Bu ara Bir də onun qurmaq atına hücum üçün eləyək ki, bir də mat hücum eləsə biz atla şah vermək üçün B6-dan. Biz fil A4 oynamalıyıq ki, atın vurmaq. məsələn vəziri bura oynasaq, atla buradan şah verə bilirik. Prosta atı oynamalıdır da bu. Atla vura bilir də. Ona görə deyirəm ki, atı vurmaq lazımdır. Topuna. Bunu topla vururuq, qaqa. Tələsmə. Bu görə nə oynayır bu? Topu da tömnə gəlmək olar, fikir dağıtmamaqdan ötürü bildin nə tər? Fikir dağıtmamaqdan ötürü topu da gəlməli. Maraqlısı odur, vəziri çıxa bilmir. Aha. İndi tələsmə. Bunu vursa, qoy onu vursun da verək onu. Fili ona verək. 100. Amma fili ona versək, bu bizə nə edəcək? Filini gələcəkdi B5-ə. Yox, indi bu dəqiqə gələ bilər. O vəzir oynamayaq. Bu dəqiqə fili çıxıb vəzirə hücum eləmək istəyir. Gəl ona fili verməyək də. Əvvəl filə hücum eləmək istəyir. Deməli nə edək? Gəldik bunu bura. Qoy gəlsin fili. O gəlsə mən bunu basıb filinə hücum eləyəcəm. Görüm onda nə 100 edəcək. var, 100 var. 100 var. İndi nə varsan dost? İndi ata hücum eləməlidir normaldır. Ha? Ata hücum elə. Güləsin də nə qədər. İndi bizim bundan sonra bu gedişimiz də var. Görsən də. Ha, görsən içində qalinyo bandayırız. Gəldi indi bunu vura. Bəlkə ata hücum eləyək risk piyada ilə. Olar. Onun atı çox kritik nöqtələr tutur. Olar. Kritikdən də oynayacaq da. Tələsmə kritikdən də oynayacaq. Tələsmə qədər. Kritikdən də oynayacaq. Qoy görüm burada. Bu piyadanın qabağa geçsək nə olur? Məncə heç nə vermir, o təzədən atı gələcək. Onun atı çıxmamalıdır. Yəni bizi də gözlə. Bir dənə bunu da belə oynayaq. Ya bu qala quranmır ya bu bədbəxt. Mərkəzdən özün içində. Hə vəzir çıxa bilmir. Vəzir bu dəqiqə boğulubdur. İndi bu piyadanı qabağa verə bilər. Ata hücum eləyə bilər. E, 2000 illərin rapid yarışına çıxıram. Əladır, Akif. Xeyirli olsun. Harda çıxasan elə o yarışa? Ha? Bir vaxtı bağlamaya salaq. Atı nə ilə bağlamaya salasan ki? Vəzirlə, vəzirlə. Gəldi, vurdu. Oranı açmayaq məncə. Çünki onun atı da aktivləşir, sonra vəzir zadda çıxacaq. Məncə elə vəzir G4 yaxşıdır ki. Yox, belə oynamaq istəyirəm bu dəqiqə. Buradan belə getmək istəyirəm. Hə, təbrik, təbrik. Xeyirli olsun, Akif. Uğurlarsa, qadan qal. Akif 500 oyuncu istəsələr mənə də xəbərlə.
Yox, heç də pis olmadı. Əslində bu qəşəng gedişdi. İlla matı vermezsən, vermə. Yox, topa bax. Heç o gedişi görməyəcəyik. Hələ bizim o gedişdən sonra bu gedişimiz var. Qoy topun geri çəksin, deyəcəm sənə. Görmək lazımdır, haldın. Bax bunu görsən səhv oynadı. Getdi Dübənin. Sizdə Oo, bax. vəzir. Lominio Banderas. Bunu arayacaq görən. Bu gedişi görək nə var. Tələsmə. Onu görmədim. Haqqı üçün hə. Onu dedim ki, iki xana ilə qoyuram. Aktivləşdi bunu. Yox, aktivliyini burnundan gətirəcəm. Tələsmə hələ, tələsmə qoy görək nə edə bilik. Bir dəqiqə gözlə qoy onun. Bir dənə bu piyadasını götürək. Yox, səhv oynadım ya, nətər görmədim hə. Bunun atına hücum eləyəndən sonra buradan şah da var. Bax belə. İndi atını qoruya bilərlər belə. Nə? Qoyur qabını. Fili qopuz topla bunu götürəcək axı qoyamayacaq onu. İndi mən bunu vursam, bunu Aysa o yaxşı gediş deyil ki. Məncə vuraq onu. O gediş yaxşı gediş deyil ki. Topa hücum eləyir də. Nə ilə hücum edir? Fillə? Fillə. Bunun oyunu açılır. Yox, biz ən gəldik bunu bura, açılıb eləmir. Bir dənə səbirli ol qadın. Biz açacağıq onu bu dəqiqə oyununu, tələsmə. Bu dəqiqə onu açacağıq. Özdə pis açacağıq onu, tələsmə. Aç düşəcək bu dəqiqə, tələsmə qadın. Bu dəqiqə Açılinio Banderas olacaq onun oyunu. Bir dənə belə, bu bizə nə üçündür? Dadank. Bildin də nətər? Tema şəklində. Bilirsən də onu qadınam, özün bilən adamsan. Özün bilən adamsan, o gedişləri görən adamsan, qadınam. Tələsmə qıcır elə o gedişi görürmü? Olsa bunun atı düşüb də. Deyəndə, indi bizi də gözlə. Buradan bir dənə aşağı. Tələsmə, o atı yenə götürəcək onsuz da. Nətər götürəcək deyəcəm. Nətər oynayır o? Bir dənə də riski vəzirinə hücum. Şah verə bilir, vəzirlər dəyişə bilir. Düz deyirsən. Vəzir dəyişə bilər, hə, düzdür. Dostu, onun atı çox təhlükəlidir, hər an mat elə bilər. Vəzir də qaz çox şah verir. Bizə də gediyəm. Tələs. Tələs. Bu dəqiqə dəli oldu ki, mən o gedişini oynadım. İnansan bu dəqiqə dəli olub o gedişi ki, mən o gedişini oynadım. Burada yaxşı həmlə var. Deyəm, bir dənə bunu oynasam, eşsən. Verir ki, verməyək. Bəlkə vəzirə hücum eləyib sonra açaraq şah verək. Ona da fil yorulmaq lazım. Yox, fili çıxmaq lazımdır oradan. Belə vəzirə hücum elədim ki, bəlkə səhv eləsin. Girir bu dəlmə deşik eləmi? Hə, oralığa girəcək. Görək səhv eləyəcəkmi? Biraz səhvə meyilli oyunçudur. Görək indi o səhvi tapa biləcəyik biz bunda. Çox güman ki, E2 oynayacaq ki, fillə o G2 piyadasına basmaq üçün. Vəzir fillə onu vurub dəyişmək istəyəcək. Vəzir Y2? Hə, vəzir Y2 gələcək ki, o piyada hücum eləmək üçün gedək. Fili geri çəkəcək də onda da. Piyadanı qoruya biləcək. Hansı piyadanı O G2-dəkin. Ondan sonra oyun açılır da. Deyirəm də onu oynayacaq. Yox, piyadanı bəlkə verməyək. Top D, yox.
Yox, elə yox. Məsələn, topu belə oynamaq olar. Hə, onda da Prosta o da bilsən nə oynayacaq, bunu vuracaq. onda vura bilmir topu oynayanda. Prosta şah verib sonra top düşə bilər. Gəl bir dənə belə oynayaq. Nəyinə şah verir ki bu? Vəzirlə Heç şah ara. verir. Şah verir, topu qaytarırıq geri, amma şah verib götürəcəkdir onu. Gəl bunu Məncə oynayaq elə D2-ni. Bir dənə hesablayaq onu. D2 oynayanda F-dən şah verə bilər bir dənə. F-dən şah versə ağa gedirik. Onda ki şah verə bilmir fildən. Fili qoruyur ora. Onda ki Həmin bizim şey. şahımız var. Biz piyadanı açırıq. Ondan sonra bizim şah. Belə bir şah verə bilər də. Bir dənə oradan verə bilər şah. Yəni ki verməyəcək, qayıdacaq geri. Geri qayıtsa düşür o vəzir. E6 oynasa vəzir düşür. Onu oynadı. Şahı geçsük ağa. Burada heç nə yoxdur. Keçdi afiyarıq. Piyadanı qabağa verirsük. Piyada ilə vurur, ilə vurur. Verək o piyadanı. Və top açmaz alacaqdı. Onu da E1 oynayır. Top açmaz alır. Topu dəyişəcək. Deməli gələcək. Daha doğrusu dəyişmək istəyəcək. Şahı qara Vəziri tuta bilirəm. Nətər tuta bilirəm vəziri? Belə oynasaq. Yox, gedəcək yeri çoxdur. E-yə gedə bilir, D-yə gedə bilir. Yox, tuturuq. Yəni tələsmə. Gəldik bunu bura. Bir dənə bura gəlir normal. Yox, E-yə də gedə bilir, D-yə də. E də gedə bilirəm. İndi bura gələdə gözləyirəm ki, bura gəlsin. Çünki bu var. Fillə hücum eləmək. Finlə hücum eləyəndən sonra bu da var. İndi o şah verə bilir də, məsələ orasındadır. Biz məcbur Hardan var şah verə bilir? Topla şah verir, dəyişir də topları. Qoy hələ heç nə Vəzir demir. nə Vəzir qaçmalıdır. Bu vəziyyətdə bu yaxşı oldu. Gəldik bunu bura. Qaraxanaya geçsəydi yeyə bilir. Qarıya getdi. Qarıya getdim də. Ağa getmək yaxşı deyil. Yox, A3-ə geçsəydik. Tələsmə, elə topla belə də hücum. Tələsmə. Piyadanı qabağa vermək istəyirəm buralara. Vaxt az deyil mi? Gəlməyin heç bir mənası yoxdur. Heç nə eləyənmir gəlsədə. Gəlsədə heç nə eləyənmir. 40 saniyəsi qalıb. Məncə bir şey eləyənmir. Şah verib vəziri dəyişsə, Hardan şah verir? buradan. Dəyişsin də.
34 saniyəsi qalıb. Bu heç çatdıra bilməyəcəyik. Vaxt oynayaq. Şah verir oradan. Versin də. Yadanı götürür. Gördün götürmə. Təntiyib. Təntiyi Məncə və vaxt piyadanı- az deyil. Tələsmə. F-i bir dənə qabaq oynayıb fillə oranı bağlaya bilsəydik super olardı. Tələsmə qədərim, tələsmə. Tələsməyin vaxt çatmayacaq bu. Onun vaxtı çatmayacaq. 19 saniyəsi qalıb. Dəyişmərəm, hara dəyişirəm. Aşağıdan şah versin. 15 saniyə. Artırma yoxdur ki bunda. Yox. On 12 saniyə. Hə, onu şaha bağlayaq. Hə. Nervisindən vurur. Yox, fikirləşib çatmayacaq ona. Görürsən, hə? Amma 1 saniyə çatdırmaz o. Çatmadı. Heç. Bizcə dənə piyadamız qalsaydı, udurduq. O piyadaları bilsən nə götürdü? Heç olsun deyə. Fikir verdim, vəhşi kimi götürürdü piyadaları. Tez-tez götürdü ki, o heç eləsin. Yoxsa bizim bir piyadamız qalsaydı, heç olmur. Bizə dənə piyada lazım idi ki, şey eləsin. Burada piyadanı vurmalıydıq. Biz burada piyadanı vurmalıydıq ki, uçaşsın. Fili gördüm qabağına, görmədi o gedir. Düzdür, vəzir zad verirdi, ha? Gitara baba ayaqda sakit durmuşdu. Niye biz onu görürsə, nə oldu qaqaş, nə oldu? Batmadı. Piti qaldı. Pitiləməyək. Çalışaq heç vaxt pitiləməyək, dostlar. Pitilədi elə bil xarafı çıxır. Çalışıb pitiləmək lazım deyil. Pitilədin zibilli çıxır. Piti qabı. Səsçi yazaldı deyənə. Yarısı çıxdı, yarısı rizan verdi. Nə vardılar bu? Nə oldu? Mat olmadı. Sağ ol Migitar. Belə oynasın. Şah gizlənib, amma şaha açıqdadır. Nə açacaq onu? Səbir ol. Piti qavı. Piti. Deyirəm bəlkə qala qura da qur buradan. TikTok'u sildiler deyəsən. İndi bu oyunda qala qurmaq olmur da, belə çıxır. Yox. Bir dənə biz burada elə bir bura qurma olur mən bilən növbəti gedişdə. Hokka verdi. Hokkad da nə bu oyun hokkad. Əməl başda hokkad. Yəni həqiqdən hokkad. Dübəni New Banderas. Yüngülvari Dumbadze olduq burada. Yaxşı, birini götürəcək də. Tal demiş, ikisini də götürənmir anasını. Gəldik bunu bura. Tal demiş, rəqib deyir, figurumuza hücum elifsə də narahatçılıq yoxdur. Nalınız deyir, birimizi götürə bilər, bir figurumuzu götürə bilər, ikisini götürə bilməz. Məncə bir dənə E-ni basaq qabağa. Yo, iki figurdan birini hücum edir. Mən o əmrləri görmüşəm, o filə. Havalardan sudan danış, neyini sən qədər. Ne qurma qalanı qaqa. Hələ piyada ilə yolu, bəlkə piyada ilə. Bu sinahdan bas geçsin. Havadan sudan, nəyimizə girir? Havadan sudan danışmaq. Uzun aquskaya salmır. Belə pis deyil vəziyyətimiz, narahatçılıq yoxdur. O nə idi? Deşnən.
Filimizi Bu vurdu. taxır elə orada. Ha, fili Dedim vurdu. də, dedim havadan sudan danışmaq lazımdır. Havadan sudan danışaq görək vəziyyət nə yerdədir. Məşə tərs məqamda tutduq bunu, tələsmə bu görək. Havadan sudan, havadan sudan. Vallahi bu. İndi qala qursaq, şahımız çadırda yaşayırıq. Çünki bu tərəfə qururuq. Yox, bir yana qala qurma olmaz ha. Tələsmə. Çiri bir dənə, çiri. Aha. Yəni buradan yol açsaq. Tələsmə, bu top qalsın. Bu cürə nə giriş tapacaq bu? Görək nə tapacaq, nə oynayacaq. Aha. Niyə? Onu vurmaq üçün ona görə. Fillə bəlkə hücum eləyək, atı qaçsın. Tələsmə. Qala quranmır bu tələsmə. Bir dənə bu gedişi artıq mat gedişidir. Elə onu deyirdim. Topu gələ bilər bura. Fili hücum elədi. Qoy hücum eləsin. Deməli belə oynayasaq. Bir xod geri çəkə bəlkə. Tələsmə, bir xod yox, 2 xod çəkmək lazımdır geri. Bu boyda iki xod. çox çəkmək lazım. Yox, tələsmə. Görək hələ bundan oynayacaq. Bu bassaq qabağa vurur. Bu xətti açmaq lazımdır. Yox. Onun da xətti açılır vəzirin qabağı. Onu kritik məqamda. Topunu bir dənə qaçırdaq bunu. Buradan şah verə bilirik, görmür. Yox, şah vermir. Heç nə eləmir oradan. Yox, atma şah verə bilmir. Biraz film buradan girişi var da, indi söhbət ondan gedir. Bəlkə Amma A5 oynayıb oradan şah vermək olar. Havadan sudan danışaq. Şiş eləmək olur da topa. Dən. Bəli, 2 topdan biri gedir. Əladır. Şişinyo Banderas. Şişinyo Kumbadze, bu da fiquru verdi. İndi fili çaşıfca. Böyle, bu da Şişinyo Banderas elədi. Vay. Vay. Bəli, o da bizə şiş elədi qaqa. Xeyir olsun. Xeyir olsun qardaş. Xeyir olsun. Sən niyə deyirəm havadan sudan danış? İnanmırsan qaqa. Deyirəm havadan sudan danış. Dana sağ qurban olum. Sən neyinsən? Şahmatın başını bıraq. Havadan bax məsəl üçün bax görsən qala. Sən şeydən danış, görüm nətər olacaq vəziyyət qadınam. Sən oradan neyinsən? Sağ lazımdır. İbrahim nə elədi? Nə gəldi, başımı qatdı, onunla söhbət edirdi. Neyse, havadan sudan zatdan danış görək nətər olacaq bu işlərin axırı. Sən bir onlardan danış görək nətər olacaq. Ha İbrahim, qadınam. Deyirəm havadan sudan danış. Atı verdi axı. Çəkib şah verir, atı vermir qadın. Çəkib şah verir, atı zadı vermir qadın. O hara verir, at verəndir o. Havadan sudan danış qaqa, havadan sudan. Və görsən Akif qadınım. 2 gediş dalbadal gediş dedi, vəzir də getdi, fil də getdi, it də getdi, ip də getdi. Bayaq vermişdi atı.
Görsən indi fiqur götürübdü itki mani. Elə çox üstün deyil. Bir vəzir, bir at üstündə. Bəs döl ki. Yox, Bəs bu eləmir şah- ki, mat qadan. edir orada. Mat edir orada. Vəzirlə mat. Mat yoxdur. Mat indi şah yoxdur. Şah verəcək. Mat yoxdur orada. İndi bu atında fəda eləyəcəklər. Maka takip etti. Maka. Bəli, Maka takip et. Makinio Banderas. Maka yoxsa Maga? User takip etti. Hı? Atı Seha fəda takip eləsə, etti. naxarı çıxmaq lazımdır ki, güclü oyunçudur. At fədası eləməsə heç nə. At fədasını eləsə eşşəyimiz öldü. Hamısını görür. Həyə. Görmədi. İndi bizə nə etmək istəyir? Vəzirlə şah vermək istəyir. Makinio Banderas. Dombadze və Kumbadze qardaşları. Sənin Yeni yerin Hüseyin deyil bura. babası takip etti. Ay sən. Belə oynamaq lazımdır. Bura hücum eləyib. Nə sırt adamdır ya bu. Ən çək. Təngə bu yaxşı gedişdəydi. Gərək qoyaq bura. Oradan şah verir də atdan, düzdürmü? Topu götürür də, atla şah verib topu götürür. Hə, nə öyle qoymaq lazımdır bunu burada. Tələs. Koyduk bunu bura. Qoy şahını versin bu. Vaxtımız var hələ. İndi vəzirlə şah verə bilər də. Yaxşı gəldik bura. Sonra nə edəcək? Sonra vəziri qoyacaq E-yə. Orada heç nə yoxdur. Ki, topu çəkəməyəsən oradan. Heç nə yoxdur. Ya da at E5 də oynaya bilər. Onda da biz vəzirə hücum eləyəcəyik. Yorur yer.
İndi nə oynayacaq maraqlıdır. Vəzir H7. Vəzir H7-dən sonra bir dənə qaçmaq qaçırıq. Aldın. Bir dənə qaçmaq qaçırıq. Vəzir H7-yə bir dənə qaçmaq qaçırıq qaba. Dayanmırıq da, yəni o orada dayanmaq lazım. Dayandın, eşşəyin öldü. Dayanmaq lazımdır. Baxdırmaq lazımdır. Vəzir, bax bundan sonra bilsən nə etmək lazımdır? Bax bundan sonra qaçınıyor banderas. Yəni davanına tüpürür. Burada ucu qaçmaq lazımdır qaqa. Yəni bunun dalı qabağı yox. Burada ancaq qaçmaq. Takip etti. Burada ancaq biz yaxşı gediş elədi, şərəfsiz. Ən yaxşı işini. Bu nə var? Bu neyini rəcibin ağarı üstümüzə gəlirlər sənə. Yaman gəlir. Qaqaj, yaman gəlir. Oy. Vay bunu vursa nə olacaq belə görən. Of, vay nəfs mat elədi. Oradan gördü ha onu. Ay çox güclü oynadı deyə bu. Çox güclü oynamırdı. Biz qaz kimi oynadıq. Sən deyirəm də lazım olanda gedişdənə. Nə edirsən ki, dalbadal gedişlər. Vay nəfs mat elədi. Çox pis mat elədi. Bunu sivasını deyir. Ha? İsa Qadınım, Bey'i ay citar, takip qadınım. etti. Lazım olanda Yürü, denən takip gediş. Nə insən ki? Bəli, takip elə. Nerede Takip elə. snoptiklərdə yazırım. Sinoptik deyirəm, sadəcə sinoptiklərdən zaddan danışıram. Cavab vermədilər. Mən havanı soruşdum ona. Versinlər mənə, versinlər qadınım, versinlər. Pis mat elədi, çox pis mat elədi. Yəni haqqıçına pis mat elədi ha, yəni. Aha. Detski mat istəyirdi bəlkə. Tələsmə də, tələsmə. Bu dəqiqə detski matın yeri deyil. Tələsmə qoculayın, ayrı bildik. Bu dəqiqə detski matlıq bir şey yoxdur orada. Özümüz mata düşməyək. Bağladı. Nə hoqqalar o. Heç durmur qalan. Ha bu qəşəng bağlasa içinə. Atı da çıxamayacaq. Qəşəng oldu. Gözəl şəkildə oldu da bu. İlham Liyev'in Dinev yumruğu takip etti. Vəzir dəyişmək. Yəni araya ona vəzirimi verərəm mən. Yok, indi quracaq qalan, talasmı? O xana tam boşalmalı değil mi? Mən böyle qala qurmaq üçün, hə? Yo. Bu yaman gəldi. Qurdu ona? Top atala bu izə. Bəlkə topla olur. Talasmı qoyur, bəlkə bu tərəfə qurdu. Uzundur. Bunun adı başqa şeydir. Bu uzun, çox uzundur bu. Bu Çox uzun deyil, uzun. bu çox uzundur. Çox uzun qala qurmadım. Bu çox uzun qala qurmadım. Qoyur belə qursaq hara gedir? Hara gəldi çıxdı, nəfs yerə gəldi ha bu. Ay, Bu çox Atı gəlib uzun mat. qala qurma. Ha? atı gəlib mat Yox, istəyir. mat yoxdur, mat yoxdur qaqa, tələs. Mat yoxdur. Hə də yəni
piyada getdi. O getsin, elə o piyadanın getməyə yaxşıdır. Mən istəyirəm ki, onu vursun. Çünki onu vursa biz də bunu vururuq. Və sonraki gedişlərdə görürsən Ona vurma. tarafda bəlkə. O qala qurdu. Hə. Deməli topu vermək lazımdır yəni. Deyən belə verməyək də o piyadanı. Sağdakı atla yox. Baba bir dənə Bəlkə tələsmə. Vəzirə hücum Burada bax, bir dənə belə oynayırsan, sonra belə də topa hücum eləyirsən də bildin nə də. Bunu niyə belə oynamadım? Birinci, çünki fili qoyurdu bura. İndi hücum eləyə bilərik. indi at da var da. Hə, Biz atda fili var. vursuq, atla vuracaq. Bu da var. Heç oynamadı, gediş tələsmə. Bu da var imiş bəli. Nəysə sağdan gedək də biz Atinio Banderas. Aha. Basinio Banderas. Yəni təpiya o piyadan gördün nə tə qorudu. Basinio Banderas. Heç nə eləyəm. Fili geri qaytarıb bu dəqiqə buna da hücum eləyəcəm. O belə gəlmək istəyir. Yo. Lina açmaq istəyir, C linasını. O belə gələnmir axı vəziri götürür. C liniyasını aça bilmir. Vəziri çəkməlidir birinci növbədə. Onu oynamaq üçün. Görsən onu gəlmək istəyir. Biz bəlkə G-ni də basaq. Bir şey deyirəm, buradan basacağım. Buradan belə. Tələsmə gördün, ver görmədi. Dominio Banderas. Mən dedim dur, D-ni açmaq istəyir, bu vəzini görmürdü. Dedim sonra görməyəcək dana qızı. Ağlı getdi Dumbedzi. Dominio Banderas. Bu səhv oynadı bax. Dəni getdi, bu da getdi. Bu dəqiqə at. Buna bax, hoqqa verir atımız buna bax. İndi bir dənə gör nə gözəl mat olacaq. Burada tələsməyin. Eşşəyi. Qoya qoy işləyir. Deməli. O şu bu qədər. Biraz çox oturanda məndə ağrıyır. Özünüzə fikir verin. Yaxşı oyunlarımız oldu. Əyləncəli oyunlarımız oldu. İndən sonra yəqin ki bir dənə də 960 ilə bağlı bir dənə turnir düzəldəcəm. Yəni başımızı qatarıq. Mütləq lazımdır, super əyləncə. Yəqin ki maraqlı matlar görəcəyik. Gələn həftə yəqin ki elə quracağam. Super olur. Oxşum, sağ olun, özünüzə fikir verin, gecəniz xeyrə qalsın. Oldu, sağ olun, Allah'a emanet. Sağ ol Akif qanım, sağ ol. Bəli, qoşma olur. 960 orada standartı 960 seçsən də. Orada standart rejim verir. Sən standartı 960 seçsən, vəsə. Yaxşı, gecəniz xeyrə qalsın. Sağ ol.